kızı Fatimə Zəhraya, salam olsun Əhl-i Beyt severlərə, salam olsun Xanım Fatiməni analar anası hesab edənlərə, salam olsun ustadlara, əzizim şeyhimizə, Şeyh Hüseyin Ağaya salam edirəm, inşallah ustadlara, qardaşlarımıza tənənnüm edən, həmişə zikr edən, Əhl-i Beyti insanlara, cəmiyyətimizə sevdirən bu gözəl üstad məndamlara salam olsun inşallah. Zavratlarımıza salam verirəm inşallah. Bir məsələni mən deyim, burada böyüklərimiz var, əzizlərimiz var, çox uzatmayacağım. Müfəssirlərin bir ayəyə təfsiri var, onu çox qısa halda deyəcəm inşallah və təbrik edəcəm sizi. Allah Teala Kur'an-ı Kerim'de buyurur, İnni cailun fil ardi halife. Ben yer üzerinde öz halifemi yaratmak istəyirəm, yaratacağım. Bu ayəni eşitmişsiniz, çoxunuz bilirsiniz. Burada bir məqam var, maraqlı bir məqamdır. Allah öz halifesini yaratmak istəyir. Mələklər sevinirlər. Mələklər sevinirlər, bir grup mələk burada sual verir. Biz varkən başka bir varlığa nə ihtiyac var? İnni a'lem ma la ta'lemun. Çalışıram kısa diyeyim. Mən biləni siz bilməzsiniz. Allah Teala buyurur. Sevinənlər çox olur, ilah maşallah. Amma elə ki, Adəm Aleyhisselam yaradıldı, əlbəttə birilərinin dərisinə bit düşdü həmin anda. Elə ki, Adəm Aleyhisselam yaradıldı və Allahın əmrini icra elədilər və səcədəl mələikətü kulluhum əcməin illəl iblisə əbə və istəkbərə və kânə minəl kafirin. Bütün mələklər səcdə etdilər, Allahın əmrini yerinə yetirdilər, toy bayram elədilər, amma bir dənə qarabəxt var idi, bir dənə yasa bürünən var idi orada. Kim idi o? İblis, bilirsiniz. İblis qaraya büründü. Nəyə görə qaraya büründü? İblis yaxşı bilirdi. 4000 illik təcrübəsi var idi. Şeyhimizdən, üzr istəyirəm, ustadımızdan, bizlərə ustadımızdan öyrənmişik də bunları. İblis çox pərişan olmuşdu, çox məyus olmuşdu. Bilirdi nəyi yaradır Allah, kimi yaradır Allah. İblis bilirdi ki, dünyanı bu yaranmışların nuru tutacaq. Bütün dünyaya səs salacaq. O en azından belə deyildi, 14 əsir boyunca bu Əhl-i Beyt seviləcək, onlar yad olunacaqlar, qəlblərdə, əməli cəhətdən insanlar öz sevgilərini bildirəcəklər bu Əhl-i Beytə. Şeytanın, iblisin düşmənliyi, paxıllıq etdiyi yeganə olaraq Əhl-i Beyt idi. Yer üzərində mənim kimi o qədər insanlar var, milyardlarla insan var. Mənim yaradılışımın, mənim var oluşumun, ya olmamağımın iblisə nə isti soyuqluğu var? Yəni mən sıradan bir insan, günahkar bir insan. Şeytan nəyə görə qaraya bürünsün? Şeytan qaraya büründü ki, elə bir insanlar dünyaya gələcək. Milyonlarla, milyardlarla insan onların adı gələndə sevinəcəklər. Necə ki sevinirsiniz məsələn. Bu məclisdə analar anası diye hitap olunur Xanım Fatimə Zəhraya. 14 əsr bundan önce yaşamış bir analız, bir kadın, bir hanım. Onun məclisinə görün kişilər yığışırlar. Böyük insanlar, şərəfli insanlar, ağsaqqallar, ağ bir şeylər. Bilirsiniz nə deməkdir bu? Əsrlərlə davam edir. Böyük bir bərəkətdir bu.
İndi yanınızda, yönənizdə ola bilər ki, kimisə yönəsin. Əşi, siz insanpərəstsiniz. Əşi, bəsdirin. O, həmin o şeytanı xatırladanlardır. İnsana məhəbbətini çox görürlər. Bu bir işarədir, bağlantıdır iblisin həmin o paxıllığına, həsadətinə, kininə. Allah bizim qəlbimizdə o kindən zərrə qədər də daxil edəməsin. O həsəddən qəlbimizdən söküb aparsın ki, təbii ki, burada nə həsəd olan var. Əhl-i Beytə məhəbbəti olanlar oraya gəlirlər. Xoş halınıza olsun, xoş bizim halımıza olsun. Allah bunu həmişəli qərar versin, əbədi qərar versin. Bu dinlə, bu məhəbbətdə, bu sevgidə hər birimizi sabit qədəm eləsin inşallah. Mən bir şey deyirəm, başınıza ağırdım. Allah sizi qorusun, bayramınız mübarək olsun. Allah ustadlarımızı qorusun inşallah. Peyğəmbər və Əhl-i Beytinə güzel bir salavat edeyim.